Kanalımın dəyərli tamaşaçıları, hər birinizi xoş gördük. Soyuq, yağış, küləkli dekabr səhərində sizi salamlayıram və hər bazar olduğu kimi bu bazarda avtomobilimə minib gedirəm ikinci əl avtomobil bazarına. Dəhşət soyuqdur, çox küləkdir, yağış da yağır. Hətta səhər tezdən daha pis idi hava, ona görə də gözlədim ki, heç olmasa külək kəssin, eybi yox, yağışda da olsa gedib sizə söz verdiyim avtomobilləri çəkib qiymətlərini sizə təqdim eləyəcəm. İndi isə yaxınlaşıram bazara. Baxın, bazarın qarşısında dayanan bax bu adamlar alverçilərdir. Bu insanlar yaxınlaşırlar, mənə əl eləyirlər ki, maşını saxlayam və mənim maşınımı ucuz dəyər dəyməzinə məndən alsınlar, amma onlar məni aldada bilməzlər. Mən avtomobilimi saxlamaq üçün parklanma yeri axtarıram. İndi maşınımı saxlayıb düşəcəm. Xoş gördük dəyərli izləyicilər, hər birinizi salamlayıram. Yağışlı, tufanlı, yenə soyuq, buz kimi qış havasında avtomobil bazarına gəlmişəm. Bu havada əslində adam evdən çölə çıxmaq istəmir, amma istəməz. Amma mən minnət kimi çıxmasın sizlərə söz verdiyim üçün hər həftə, hər bazar günü avtomobillərin qiyməti ilə bağlı məlumatlar təqdim edəcəm. Ona görə də bazara gəldim, gedək görək başımıza nə gəlir, nələr öyrənə bilirik, nələr soruşa bilirik. Hansı ki, dünən hər kəs silirdi, təmizləyirdi, parıldadırdı ki, o müştərilərə o maşınları yaxşı vəziyyətdə verə bilsinlər ki, həmin görüntüləri də çəkib mən sizə göstərmişdim. Amma bugün yenə bütün bulanları yağış və külək məhv elədi. Bazardayıq, gedək görək qiymətlər və alqı-satqı nə vəziyyətdədir. Bəli, dəyərli izləyicilər, başlayırıq avtomobil bazarında qiymətlərlə maraqlanmağa. Papağı taxmasam, bu vəziyyətə almasam inanırsız donaram da. Yəni o dərəcədə kəskin bir soyuq var, kəskin bir şaxta var. Bazarda avtomobillər çox seyrəkdir. Yəni az gəlib. Təbii ki, havaya görə belə bir vəziyyət yaranıbdır. Amma məsələ burasındadır ki, bir hərəkətlilik var. Özdəki baxıram ki, əməlli başlı avtomobillərə baxırlar. İndi görək, bu baxışlar avtomobil almaq üçündür, yoxsa elə belə kimsə maraqlanmaq üçün gəlib bazara. Qiymətlərlə və ümumi vəziyyətlə tanış edəcəm sizi. Videonu axıra qədər izləməyi unutmayın. Bəli, fikir versinizsə, avtomobillərə baxırlar. Burada Kia Sportage var. Qardaş, salam elə ki, bazar olsun. Neçə verirsiniz? 24 minə. İri nədir, motoru nədir? 2013 2 sadə motor Kia Sportage. 24 minə deyir qardaş. 24 minə deyir qardaş. 2012 2 sadə mühərrik. Kia Sportage 24 min. Sportage'lər bazarda var, görürsünüz. Bazara da daxil olur hazırda Sportage'lər. Burada qara rəngini görürük. Kia Sportage'in qiyməti neçədir qardaş? Allah bazar versin. 23.200'ə. 2 sadə motor yoxsa? Koreya. Rəsmi servis. 2 sadə motor Kia Sportage 23.500'ə deyir qardaş. Kilometrajı yürüyüşü nə qədərdir qardaş? 148 min. Salonu göstərmək olar? 148 min. Yürüyüşü var. Rəsmi servis. Yəni nə Koreya deyil, nə Amerika bazarı üçün nəzərdə tutulmayıb. Buradan servisdən alıblar. Yəni hansısa salondan alıblar. Maşın yaxşı vəziyyətdədir. Dodge mühərrik, sadə mühərrik. 2013-cü ildir. İli elə 23.500. 26.200 bu Tucson'dur. 23.000 olsa 23.000 də bu da. Nədir yürüyüşləri bunların? 124 min deməli bu gümüşünün yürüyüşüdür. 100 obrisi neçə? 175 min. İkisi də servisli yoxsa Koreyadır? İkisi də servisli. İki sadə mühərriklə Hyundai Tucson bazardadır və qiymətləri belədir. Tucson deyəndə AX35 deyək də, yəni əslində Tucson və AX35'lər eyni şeylərdir. Sadəcə olaraq müəyyən dövr ərzində adları fərqli istiqamətlərdə üzrə ona uyğun gəlir. Alıcıları var, baxırlar, maraqlanırlar. Mühərrik, Dodge mühərrik. Səssiz işləyir, yaxşı işləyir, səliqəli maşındır. Salonu səliqəlidir, yaxşıdır. Yaxşıdır.
1.8 motor, 99-cu il, 12.800-ə deyir verərəm. Yəni 13.000 deyir də qardaş. X35-lər bazarda çoxdur. Kia Sportage-dir, Hyundai Santa Fe-dir. Sahibləri yoxdur, yağışdır, harasa gedib giriblər. 11 budur, 13. Aha, indi çəkəcəm onu. Hyundai Elantralar var burada. Sahibləri bilmirəm hardadır, onlar da gəlsən yağışda hər bir tərəfə qaçıb gedib. Qarşımızda Kia Sportage var. 2012-dir səhv eləmirəmsə, yoxsa 2012-ci il qardaş. İzah elə maşın sayısı. 23.300 qiyməti var. Neçə? 23.300. 23.300. Avtomobilin vəziyyəti və ümumiyyətlə yürüyüşü nədir? Ümumiyyətlə onunla bağlı məlumatlar ver də, zəhmət olmasa. 147.000 probegi var. 147.000 yürüyüşü var. 2 sadə motor. 2011-ci ilin Santa Fe-si var. Dizel mühərriklə, 2 dizel mühərriklə 23.800-ə qardaş deyir, verərəm. Belə. Siz 2 dizel mühərrik. Pis işləmir yəni, normal işləyir. İki versiya maşınlara baxırlar. Qiymətlərlə, ümumi vəziyyətlə maraqlanırlar. Alıcılar var. Əslində bazara üçün baxanda da görmək olur ki, bir hərəkətlilik var bazarda. Burada Toyota Prado 2008-ci il biz görürük. Toyota Prado 2008 2010-a qədər də belə deyək. Qiyməti ilə maraqlanacağım. Görüm qiyməti neçədir. 2008-ci ildir. 200.000-dən çox yürüyüşü var. 30.500-ə deyir qardaş, verərəm. Hə, dəyərli izləyicilər, çeşkalara baxın, çeşkalara. Bazardadır, doludur. Çeşka, dörd göz, yəni hələ də bu maşınlar bazardan çıxmır. Hələ də bu maşının alıcıları var. Görün nə qədər çeşka, dörd göz, sağa fırlayıram kameranı. Çeşka, dörd göz, sola fırlayıram onun kimi. İndi qiymətlərlə tanış olmağa çalışacağım. 98-99. 97-ci ildir, Yaponka zavod solru oldu. Aha. 2 motordur, elegansdır. Aha. Yəni hər bir şey işlə vəziyyətdədir. Maşında barmaq qədər vuruq sürük söhbəti ola bilməz. Ola bilməz deyir qardaş, maşında vuruq sürük. 199.000 zavod öz probegidir. 199.000 öz yürüyüşüdür. 13.000 Dəyişən detalı qiymət- vurulan yeri var. Yo, heç bir detal dəyişməyib, heç bir detal vuruq ola bilməz. Dəyərli izləyicilər, Absovkasının kimi öz zavodunun kodları var üstündə. sizcə inandırıcıdır bu dəyişən detal və vuruq olmamağa? Nə bilim, yenə də qardaş deyir ki, avtomobildə heç bir problem yoxdur. Ən son fikrin neçə olacaq mı? 13.000, sonu 13.000. Sonu 13.000. Ha. 13.000-dən aşağı verməyəcəksən. 13.000 Bəlkə real alıcı olsa 1-200 100 manat. manat, 200 manat bəlkə. Aydındır. Allah bazar versin qardaş. Qarşımda fantastik qiymətə bir 4 göz var. 2001-ci ildir. 3.2 benzindir. Baxın, bu 4 gözün qiyməti hazırda 17.500-ə qardaş deyir ki, verərəm 3.2 mühərriklə və yürüyüşü də özünün dediyinə görə 380 mində yürüyüşü var. Yəni bu salaxanları da görürsünüz də qardaşlar. Göstərir ki, maşın təzədir, hə? Bəli. Qardaş, oturacaqların vəziyyəti mənə təqdim edir. Çox güman ki, oturacaqların dərisi və salonunda biraz əl gəzdirilib. Sonradan maşına bir səliqə səhman yaradılıb. Salafanlar da ondan ötürü qoyulmayıb ki, bu dəqiqə salondan çıxıb. Sadəcə alıcı cəlb etmək üçün. Çox güman ki, qardaş alıb satanda. Ona görə də maşına belə təkərlərini də qaldırıb taxtanın falanın üstünə fikir verirsiniz. Baxın. Və maşına belə ümumi görünüş verib ki, alıcılar kənardan bu maşına yaxınlaşsınlar. 17.500 manatdan da aşağı vermərəm. Sizcə dəyərmi 2001-ci ilin avtomobildən bu qiyməti vermək? Kia K5 servisdir, yəni Koreya deyilinə də Amerikadan gəlməyib. Avtomobil polnuflu komplektasiyadır qardaş deyir. 2013-cü ildir ili. Yürüyüşü və sair 2 sadə benzin mühərrikdir. Polnuflu komplektasiyadır. Deyir, amma əslində böyük monitor olmadığına görə bir də polnuflu komplektasiyadan böyük monitorunun olmamağı fərqlənir. Ən son fikriniz nə olacaq dediniz? 24.000. Qardaş deyir ki, 24.000-dən aşağı
satmaq fikrim, niyyətim yoxdur. Bəli, Kia K5. Yəni Kia Optima. Təkərləri, diskləri yaxşı vəziyyətdədir. Yəni ümumi səliqəli maşındır. Rəngi də fərqli rəngi var. Deməli, yoldaşlar, burada bir dənə Grandeur görmüşəm. Hyundai Grandeur çox yaxşı maşındır bu avtomobillər. Hyundai'nin şah əsəridir deyərdim Grandeur. İli səhv eləmirəmsə 2012-13 olmalıdır. Alıcıları var, maraqlanır. Maşın səliqəli vəziyyətdədir. Baxaq görək qiyməti neçə deyir qardaş. Deməli, sahibi deyir ki, 2.4 benzin, 180 mində yürüyüşü var. 24.500-ə də deyir verərəm. Yəni alıcı, real alıcı olsa bir balaca aşağı yuxarı eləmək olar, amma hazırda 24.500-ə deyir. Dodge mühərrik, 2.4 sadə mühərrik, bu mühərrik artıq bilənlər bilir. Səliqəli maşındır, əslində kənardan vizual olaraq baxanda görmək olur. Kosmetika ehtiyacı yoxdur, mən bunu sizə əminliklə deyə bilərəm. Qiyməti belə, qiymətini dedim sizə artıq. Məncə vermək olar bu qiyməti bu maşına. Yaxşı maşındır. Deməli, burada bir dənə Mercedes C300 var. 2 mühərrikdir. 190 min yürüyüşü var avtomobilin. Qardaş deyir ki, bu avtomobili yəni 190 min yürüyüşdür. Avtomobili verərəm deyir 36 minə. Belə. Əziz qardaşım, 2014-cü ildir, 1.8 motordur. Aha. Təmiz servisli maşınımız, açarın fulludur. Açarın fullu nə deməkdir əziz qardaşlar? Lüknandır, güzgülərin qatlanması var, yağ esensinə qədər avtomobildə mövcuddur. Maşın təkərlərinə qədər ideal vəziyyətdədir. Kosmetik 1 manat belə xərc tələb etmir. İstənilən servisdə ustada tam rahatçılıqla Yürüyüşü nədir qardaş? Yürüyüşü 184 min kilometr orijinal, yəni arxaya çəkilmiş probyektlərindən səhv salmayın. Avtomobilimizdə 2 detalda rəng var, vuruq-udar qəti surətdə yoxdur. İstənilən servisdə ustada tam rahatçılıqla yoxlatdıra bilərsiniz. Deməli, dəyərli izləyicilər, daha bir Hyundai Elantra var. 2013-dür səhv eləmirəmsə. 11. 2013-ə qədər olan bu farlarla gəlir, bu dumanlarla gəlir. 2011, 12, 13, yəni eyni kuza, eyni görünüşdür. Avtomobilin yürüyüşü nədir qardaş? 227 min kilometr. 227 min kilometrdir servisdir bu avtomobildə. Kiversiz keyloskosu var, yəni ki, artıq lükü və kənardan açarsız daxil olma var. Qızdırıcısı, dəri salon, elektron oturacaqların elektron şəkildə idarə olunması. Cruise control, oturacaqların qızdırıcısı, böyük monitora qədər hər şey avtomobildə mövcud. Avtomobilin də yürüyüşü dedi qardaş 227 min kilometrdir. 1.8 mühərrikdir, servisdir. Maşında vuruqdan, udardan qəti sürətdə söhbət belə gedə bilməz. 3-4 detalında rəngi var, vuruğa görə deyil. Yalnız sürtüyə görə olan rənglər. Aha, aydındır, başa düşdüm. Ən son fikriniz bu maşına nədir? 19.900 ilkin qiymətdir, real alıcıya yerində indirim alınacaq. 19.900 qardaş deyir. Yaxşıdır, duruşu qəşəngdir. Maşın yorulmuş duruşda. Təkərlərinə qədər təmizə və ideal vəziyyətdə. Duruşa baxın, yəni ki, avtomobilin yəni taxtanın üstünə də qaldırmayıblar. Yəni əsas olan odur. Yəni baxırsınız ki, maşının kənardan duruşu əslində yaxşıdırsa, deməli maşın yorulmayıb, çapılmayıb maşın. Ola bilər kilometraj artıq olsun və s. amma səliqəli sürəndən sonra əsas odur. Yəni bu avtomobildə səliqəli idarə olunduğu kənardan görsənir. Hyundai Sonata 2008-ci il kantlı Sonata deyək də bura. Hyundai Sonata, kantlı Sonata ya 2.4-dür ya da 2-dir. Bitfasonundan 2-yə oxşuyur. Amma baxaq görək bu avtomobilin yürüyüşü, mühərriki, salam elə ki və qiyməti nədir? Avtomobil kənardan görsənir ki, səliqəli vəziyyətdədir. Yəni qiyməti ilə də maraqlanacağım, görək neçə deyir qardaş. Bəli, deməli, dediyim kimi 2.4 servisdir. 200 mindən çox yürüyüşü var və 14.500-ə bu avtomobil bazarda satışdadır. Əslində aşağı yuxarı bu avtomobillərin qiyməti 14 min, 15 min, 16 min civarında dəyişir. Yəni əslində bu avtomobillər illərdir deyərdim, son 2 ildir ki eyni qiymətdə, eyni qiymətini, bazardakı eyni qiymətini qoruyub saxlayır. Qarşımızda Hyundai Santa Fe var, 2014-15 buraxılışı. 2 motor dizeldir. Koreyadan gətirmişəm deyir qardaş. Yaxşı vəziyyətdə vuruğu, udarı deyir olmayıb, müəyyən rənglənmələr olub. Qapı ilə digər detallar seçilir. Yəni ki, bu qabaq sağ qapıda rənglənmə olub sonradan və bu da əslində kənardan vizual olaraq əməlli başlı görmək olur.
Qiyməti də deyir ki, 30 mindən aşağı vermərəm. Belə. Deməli, qarşımızda Mercedes E220 model var. Avtomobilin ili, mühərriki və komplektasiyası ilə bağlı sahibi məlumat verir indi. Onu dinləyək. İli 2014, 2 dizel, çox ekonom maşındır, qənaətçil maşındır. Koreyadan gələndən bir nəfərdədir, məndədir. 2 varianta satırıq, 2 variantla. Həm nağdı satırıq, həm də leasinglə, kreditlə satırıq. Avtomobilin yürüyüşü Kimə- nədir qardaş? Necə? Avtomobilin yürüyüşü nədir? 273 min. 273 min. Ən son fikriniz bu avtomobilə neçə Ən olacaq? son fikrim 26 min manat son fikrimdir. Amma yenə də real alan olsa çox tələsik satırıq. Ona görə razılaşa bilərik. Ona görə 100% razılaşa bilərik. Belə leasinglə də satırıq da. Leasinglə də satırıq. Aydındır, başa düşdüm. Bir çox izləyicilərim soruşurdular ki, Toyota Camry çək, Toyota Camry və yaxud Hyundai Elantra. Məsəl üçün, sırf 2016-2017 Hyundai Elantralar soruşurdular. Həmin Hyundai Elantra ilə Toyota Camry böyrə dayanıblar. İndi qiymətləri ilə və ümumi maşının vəziyyəti ilə maraqlanacağım, yaxınlaşacağım satanlara. İçərisində oturublar, hava çox soyuqdur. Məhz ona görə Toyota Corolla qarşımızdadır. Arxa hissəsində göstərəmsə, avtomobil sahibi məlumat versin. 2 motor en güzel motordu kardeş. Avtomat, kondisioner, hızlı. Avtomobilin sahibi məlumat verir. Avtomobili ilə bağlı. Orijinal 22 min. Görürsünüz, avtomobil səliqəli 21 maşındır. yarıma. Yəni ki, kənardan Xeyir yaşadım. səliqəli olduğu görsənir. Təkərləri pis deyil. Yaxşıdır. Yəni, əslində kənardan baxıram, həqiqətən də kosmetik ehtiyacı yoxdur. Çox səliqəli maşındır. İlin mühərrikin dediniz də yəqin ki, Demişəm kardeş. bəli, deməli avtomobil salonu da çox səliqəlidir, yaxşı vəziyyətdədir. Sürətlər qutusu robotdur, variatordur, yoxsa nədir? Sadə korobka. Sadə korobkadır, 2 qardaşım. motordu. 2 motor servisdir. Servis. Bəli, servislərdə sadə korobkalar olur, sürətlər qutusu olur. Bəzən digər ölkələrdən Kraska bez detal. Hə, digər ölkələrdən gətirəndə variator olur bu avtomobillərin sürətlər qutusu. Bəli, qardaş deyir ki, bez kraskadır. Avtomobilə heç bir kənardan sonradan daha doğrusu rəng dəyməyib. Belə. Qiymətini dediniz? 22. 22 min. Bəli. Yəqin ki, qiymətini deyib. 22 min dediniz. 21 yarıma xeyirləşmə. 21 yarıma deyir verərəm qardaş deyir. Ən son fikrim. Belə. Qarşımızda Hyundai Elantra 2015. 2015-ci il model var. Qardaş avtomobilin sahibinin avtomobillə bağlı məlumatları versin. Qiyməti və yürüyüşü, mühərriki. Buyur qardaş, eşidirsən. Avtomobil 2015-ci ildir. 1.6 turbo dizel mühərrikə malikdir. Elantradır. Koreya istehsalı olan avtomobildir. Yarı full versiyadır. Yəni ki, sirenli qızdırıcı, güzgü qızdırıcı, sükan qızdırıcı, dəri salon, arxa görüntü kamerası, park radarları. Bircə lüku yoxdur avtomobilimizin. Məncə bu disklər yaraşmış. Heç bir problemi Nə yoxdur. bilim, Bugünkü günü zövqlər satış müxtəlif qiyməti olar, 19 min manatdır. Real disklər alıcı məncə o olduğu deyil. halda müəyyən qədər endirimdə olunacaq. Bu arada açarsız daxil olma. Hər iki qapıda var. Açarsız daxil olma. Qarşımızda 2019-cu il Ford Fusion var. Amerikadan gəlib. Qardaş deyir ki, Amerikadan gələndə sağ, yəni qabaq qanad bax bu dəyişibdir. Əslində bu maşınları tapmaq, qəzasını tapmaq, bilmək çox asandır. VIN kodu var avtomobilin. 2019-cu ildir, 1.5 mühərrikdir. 1.5 mühərrikdir. 65 min mil də yürüyüşü var. Avtomobil səliqəlidir. Yürüyüşünə görə almağa dəyər, amma mən 1.5-in tərəfdarı deyiləm. Özüm üçün, yəni bu mənim şəxsi fikrimdir. Alaramsa bu maşının 2 titaniumlarını alaram. Aslında bu maşınlardakı rahatlıq, bildiyin həmin o dörd gözün rahatlığını axtaranlar bu maşını alıb sürə bilər. Qiymətini də qardaş deyir ki, real qiyməti 20.500 manat. Belə. Deməli qardaşlar, dona-dona axtarıram. Dona-dona sizin dediyiniz maşınları bir-bir soruşmağa çalışıram. Bu arada əksər izləyicilərim Kia Cerato'ları soruşurdu. Donmuşam, dilim çönmür deməyə. Kia Cerato'lar bazarda yoxdur. Vallahi yoxdur. Yəni axtarıram, inanırsınız, tapan kimi qiymətini soruşacağam. Mən bazarın ayağındayım hazırda.
gəzirəm, amma Kia Cerato yoxdur, görmürəm. Təbii ki, söhbət 2010, 11, 12-ci ilin Kia Ceratolarından gedir ki, bu avtomobillərin bazarda mən o qədər də çox rast gəlmirəm. Hətta ümumiyyətlə yoxdur deyərdim. Bazarın axırındayıq, buralarda yoxdur. Ən çox Elantralar var. Elantraların da ki, qiyməti aşağı-yuxarı eynidir. Komplektasiyasına görə dəyişir. Bəlkə də maraqlananlar var. Bu arada mənim də xoşum gəlir Kia Forte-lərin sırf bu quzasından, bu ilindən, komplektasiyasından və ümumi vəziyyətindən, görünüşündən daha doğrusu. Kia Forte 2020-ci ildə Amerikadan gəlib. Qardaş deyir ki, Amerikadan gələndə avtomobil təbii ki, bir çox hallarda qəza ilə və zədi ilə gəlir. Bu avtomobildə Amerikadan gələndə arxa bamperi və arxa yük yerinin örtüyü, yəni bagaj deyək, bax bura. Burada deməli işlər gedib, versiz göstərir qardaş. Açdı və avtomobilin məhz arxa yük yeri işlənib deyir, amma əslində baxırsan ki, baxın versiz, yəni görürsünüz yoxsa yox, baxın. Burada mən bunu göstərməyə çalışacağım. Baxın, bax bu hissələrdə yüngül fokusu qaçır kameranın. Yüngül, baxın görürsünüz, bu hissələrdə iş getdiyi görsənir. Amma əsas məsələ odur ki, yük yerinin əsas məsələ odur ki, örtüyü dəyişməyib, detal dəyişməyib qardaş deyir. Deməli, qiymətin də qoy soruşacağım indi. Qardaş, qiyməti nə idi? Qiyməti nə idi? Hə, sonu 24.500 deyir qardaş. 100.000 mil. Yürüyüşü də ki 100.000 mil. Kia Sorento var. Koreyadan gətirilib. Buyur qardaş. Maşın Kia Sorento Məlumat verir sizə. 2016-cı il. Best kraskadır, tam best kraska. Ən full komplektasiyadır. Noble Special. 7 yerlikdir. JBL akustika, qət tanıma, kör zona, sidenya, yaddaş paketi, 360 dərəcə kamera, Bistronic, lipistoklar, panoramik dam, sidenya qızdırıcı, soyuducu, rolon qızdırıcısı, hər şey var. Bistronikasına qədər var. Maşınımız panoramik damdır. 2016. Bağlı. 41.800-ə. 188 Arxa yük yeri özü açılır. Bəli, bəli, onun şeyi. Bəli, 7 yerlikdir. Avtomobil dolu avtomobildir. Çox, yəni yaxşı vəziyyətdədir avtomobilin ümumi görünüşü. Baxın, mən bunu yük yerinə bağlayacağım. Arxa stoplar, yəni poliflu komplektasiyalarda özünüz bilirsiniz ki, arxa stopların görüntüsü və disklər xrom disklərlə gəlir. Ümumi açarsız daxil olma. Avtomobildə yəni hər şey var deyərdim. Poliflu komplektasiya Kia Sorentolar sırf yəni görünüş olaraq bax belə. Bunun belə deyək də orta full və daha sadə komplektasiyalarda olur, amma bu avtomobil bildiyiniz poliflu komplektasiya. Hətta buna nə deyirlər? Noble Special. Bəli. Deməli, şeysizsə, oturacaqların proqram qaydada idarə olunması, güzgülərin qatlanması, arxa oturacaqların isidiciliyi, yəni qızdırıcısına qədər hər şey var. Böyük monitor, stop. Yəni avtomobildə yoxdur. Yəni panorama dam. Yəni avtomobil çox yaxşı vəziyyətdədir. Qardaş, avtomobil qəza nə olub avtomobildə? Avtomobil qardaş deyir ki, avtomobil bes kraskadır. İndiyə qədər ümumiyyətlə Koreyadan gətiriləndə belə avtomobildə heç bir qəza, heç bir vuruq olmayıb. Yəni kənardan rəng dəyməyib. Qısası desək, hər kəsin başa düşdüyü o deyil, bes kraska maşındır və real qiyməti nə olacaq qardaş? Real qiyməti son olaraq 41.000. 41.000 real qiyməti. Nə vaxt gəlib ölkəyə? İyul ayının 22-sində format oldu. İyul ayının 22-sində. Qarşı nömrəni təqdim elə zəhmət olmasa. 50. Bir zamanlar Kia Sorentoların Bakıya, Azərbaycana gəldiyi o qiymətdir. Əslində dolu komplektasiya olduğuna görə 40-45 min arası bu qiymətlər dəyişirdi. İndi də fikir versə artıq əvvəlki qiymətlərdən maşınlar qayıtdır. Yəni 2 ay bundan qabaq hətta bu komplektasiya belə 33-35 minə qədər daha doğrusu enmişdi. 5 min enmişdi. İndi təzən görürsünüz, yenə qayıdıb əvvəlki qiymətinə və öndəki kameranı görürsünüz. Yəni bu artıq avtomobillərdə pollu full olduğunu ondan xəbər verir ki, mən pollu fullam. Yəni. Hyundai Sonatalar görür 2008-ci il. Onun da qiymətini soruşaq. Qiyməti nədir qardaş? 19.000. İli 2008-2010. Mühərrik 2.4 yoxsa 2.4? Nömrəsini çəkmirəm.
Yaxşı qardaşım, problem deyil. Az qala məni öldürdülər ki, maşını çəkmə. Elə bil ki, maşını çəkəndə maşının əti ya sümüyü yeyiləcək də, yəni təsəvvür edin də. 2008-ci il maşınını 20 minə verir. Ondan soruşan yoxdur. Nə bilim, qəribə insanlar var ya, Allah haqqı. Yəni niyə çəkməyim də? Çəkəndə nə olur ki? Kimdən qaçırsan? Kimdən gizlənirsən? Başını gətirmirsən də bazara, soruşuram da qiymətini. Çəkirəm də görünsün çəkirəm. Nə olur ki çəkəndə? Bu məntiqsizlik mənə həqiqətən çatmır. Dəyərli izləyicilər, təsəvvür edin ki, yəni ki, bu qədər əziyyət çəkirəm. Yəni əsasən əziyyətim bax bu istiqamətdədir. Mən bu adamlara normal da yaxınlaşsam, hansı formada yaxınlaşıramsa yaxınlaşsın, əksəriyyət çəkmə, nə bilim, aqressiv şəkildə üstümə nə olub qardaş, görüntüsünü çəkirəm də maşının. Maşını əzmirəm, vurmuram, əlimi toxundurmuram, icazə alıram. Yəni salonunu göstərəndə belə sərgəli formada, kulturlu formada sizdən icazə alıram. Çəkmə deyib üstümə qışqırmaq, nə bilim, mənə çatmır da, vallahi mənə çatmır. Deməli, bazarın bir nöqtəsi var, bir hissəsi var. Burası Fusion xanadır deyək, yəni Fusion xanadır. Yəni hara baxsan Fusiondur, ki verirsiniz. Sola fırla Fusion, sağa fırla Fusion. 2020, 2018, 2017, 16, 21, 22. Yəni aşağı yuxarı qiymətləri deyərdim ki, yəni standart olaraq eynidir. 23, 24, 25 minə qədər Fusion tapıb almaq olar. Təbii ki, ili, komplektasiyası və vəziyyətinə görə bu qiymətlər dəyişir. F30'dur. Avtomobilin qiyməti hazırda real olaraq 30 minə deyirəm. 2 motordur. Müəyyən əl gəzdirmələr var avtomobildə. Duruşu, vidi əladır. F30 ilə maraqlananlar qiymətlər belədir. 30, 32, 33, 35 minə qədər bazarda var. Salonu çəkmək bilərəm. Avtomobilin salonunu göstərmək istəyirəm sizə. F30 ilə də maraqlanırlar bu arada. Fikir verirsiniz, avtomobili full komplektasiyadır. Oturacaqların idarə olunmasından tutmuş, hər şey var avtomobildə. Lükünə qədər avtomobildə hər şey var. Deməli, qarşımızda 2014-cü ilin Toyota Prado'su var. Qardaş deyir ki, bez kraskadır, yəni sonradan rəng dəyməyib. Real qiyməti 30 min dollar. Motor nədir? 2.7 yürüşü. 144 min orijinal yürüşü var. Motordakı 2.7, qiymət 30 min dollar. Salonunu göstərmək istəyəcəm sizə. Salonu maraqlı gəlir mənə. Baxın, bu da avtomobilin salonu. Böyük motor. Amma tam full versiya deyil. Əslində, bəlkə də full versiyadır. Mən bu maşınlarla bağlı məlumatım çox az olduğuna görə yalan danışmaq istəmirəm. Start-stop yox da bir dənə. Lükü və s. hər şey var. 2014-cü il 30 min dollar. Sizcə verməyə dəyərmi bu maşına? Təbii ki, həvəskarları varsa, təbii ki, deyəcək ki, verməyə dəyər. 2008-lər daha çoxdur bazarda. 2008-lər daha çoxdur bazarda. Toyota Prado'lardan deyir söhbət. Baxın, orada bir dənə Pajero var. Mənim xoşuma Pajero gəlir, sizi bilmirəm. Belə, qiymətlər aşağı yuxarı eynidir. 2008-də 33, 34, 35 minə qədər manatla dəyişir. Belə. Deməli, dəyərli izləyəcək, çox deyirdiniz ki, böyük motor çəkin. Bu da böyük motor. Maşın il 2016-dır. 5 motordur, servisdir, 5 kraskadır. 5 motor, qardaşlar, 5 motor. Gətirmişik satmağa, kim alacaqsa Allah xeyri vəziyyətini göstərəcəm sizə. Böyükdədir, long versiyadır. Avtomobil elə bil ki, 150 kvadratlıq evdir də, fikir verirsiniz, maşallah olsun. Alıcısına yaxşı müştərisi olsun. Oturacaqların idarə olunmasına tutmuş, hər şey avtomobil doludur. Full komplektasiyadır, panorama tamdır. Yəni arxa oturacaqlardakı vəziyyəti və ön oturacaqların arxasındakı monitorlar. Buradakı ümumiyyətlə klimat kontrol, idarə etmə, hər şey var avtomobildən, yoxdur. Yəni avtomobil 5 motor, böyük motor deyənlər, böyük mühərrik çək deyənlər üçün çəkirəm bu maşını. Nömrəsi də əladır, 077. Bax görək, satanda bu nömrə ilə satmaq istəyirmi? Avtomobilin sahibi. Üzr istəyirəm. Dayı, bu nömrə ilə satacaqsınız yoxsa yox? Verər. Bu nömrəni də üstündə verəcək. Son qiyməti dediniz də. Verər, bəli. Qiyməti neçə dediniz? 42.500 dollar. Dollardan. 42.500 dollar. İli nə idi? İl
2016'dır. 2016 yürüşün demişsiniz də. 170 min. Avtomobil qəzası vuruğu olub. Qətiyyən, Bez Beskras. Kraska avtomobili Qətiyyən. artıq bildiniz məlumatları topladıq sizdən. Çox sağ olun. Allah bazar versin, yaxşı müştəri yetirsin. Qardaş deyir ki, bu nömrəni də avtomobil nömrəsi də yeri gəlmişkən gözə gəlimlidir və bu nömrəni deyir ki, üstündə verərəm. Dondum, bazarı bütün hər yerini axtardım. Vallah billah tam səmimiyyətimə inanın ki, bazarı axtardım, amma mən hələ də Serato görmədim. Yəni bazarda Serato yoxdur, vallah yoxdur. Bəlkə var idisə Sumqayıt bazarında olardı, tapmaq olardı. Mən ötən bazar görmədim. Niyə də çəkə bilmədim. Sumqayıt bazarında da görmədim ki, çəkəm. Amma bugünkü real, bugünkü bazarda bu şaxtalı, soyuq, maroz, külək bu bazarda belə Serato yoxdur. Yoxdur qardaşlar, Serato yoxdur. Serato məndən xahiş edən qardaşlar çox üzürlü hesab eləsinlər ki, mən onlara o avtomobili tapıb çəkib göstərə bilmirəm. Niyə? Səbəbi nədir? Niyə Serato yoxdur? Ümumiyyətlə bu maşının tələbat mı azdır, yoxsa tələbat çoxdur? Bura gəlib çıxmır, amma turbazdan oradan buradan tapıb alır və yaxud yaxşı vəziyyətdələrmi yoxdur ki, gəlib çıxmır bazara. Reallıq odur ki, Serato bazarda yoxdur. Belə. Yəni niyə yoxdur onu da bilmirəm. Burada deməli bir dənə üçün avtomobili var. Şanqan. Baxaq görək ki, o nəzir bazarda, necəzir bazarda. Baxın. Bu Şanqandan danışıram. Yəqin ki, qardaş sürüb artıq o istədiyini götürüb maşından indi də satır. Yəni Şanqanlar ikinci el avtomobil bazarında artıq Çin maşınlarını görmək olur. Çin maşınları ikinci el avtomobil bazarına gəlibsə, deməli artıq alanlar ya bezib ya da niyəsə satır. Yəni götürəndə, yəni bu maşını götürəndə nə gedib ki, yəni nə yürüyüş var ki bu maşının. İndiki vəziyyətdə də bu avtomobili gətiriblər satmağa. Niyə satırsınız? Nə getdi, nə yaxdı, nə yuxu gördü ki bu maşını satırsınız? Pula ehtiyacım olduğuna görə satıram. Yəni maşından bezmək və yaxud Yox, xoşum yox, gəlmədi. maşın ideal, gözəl maşındır. Heç bu maşını sıravnit eləmə başqa maşınla. Sür, çox gözəl. Dayı deyir ki, eşidirsiniz də, Çox dayı deyir ki, mən maşından zövq alıram. Maşın əla maşındır. Xoşum gəldi, İdeal, aldım, ideal. bəyəndim və indi İdeal. də deyir satmaq səbəbim pula ehtiyac var deyə satıram. Allah dayıya yaxşı pul yetirsin ki, bundan da Allah yaxşı maşın köməyin qismət olsun. Dayı, neçə verəcəksiniz? Nə qədər sürmüsünüz? Neçə kilometr sürmüsünüz? 4900 kilometr sürmüşəm. 4900 sürüb dayı avtomobili. Avtomobil polnu full avtomobildir. Polnu full. Yeri gəlmişkən demək istəyirəm. Polnu Çünki, full. Panorama tavan, dam görürsünüz, panorama damdır. Polnu, polnu. Və avtomobildə 360 dərəcə kamera. Bu isə o Polnu, deməkdir polnu. ki, avtomobil polnu full komplektasiyadır. Dayının termosu və s. hər şey var. Dayı burada gəlib avtomobilini satmağa. İnşallah xeyirli bir müştəri yetirər Allah Taala. Dayı, ən son fikrin nə olacaq avtomobilə? Ən son fikrim 32500. 32500. Ay 33 aldığın minə qiymətə deyirəm. verirsən, elə bil biraz aşağı ver daha. Yox, bu maşın, çünki bu maşından xəbər olan adam bilir nə maşındır. Neçə almışdın dayı? Bunu almışam 33600 manat. 33600 manat. Dayı deyir az sürmüşəm deyin. Nə fərqi var ki, sıfır maşından seçilmir. Ona görə də aldığım qiymətə 1000-2000 aşağı verə bilərəm. Yəni sıfır alıb dayı 33 minə, indi deyir 32 minə. bizi 2300-ə nəsə dedik elə qiymətdən. Yəni 1000 1500 manat ətrafında endirim eləyərəm deyə aldığım qiymətdən. Deməli, dəyərli izləyicilər, çox sevinirəm. Niyəsini yəqin ki, kameradan görürsünüz. Mən bazarda yeganə Serato tapmışam. 2008 11-ə qədər olan o modeldə 2011. Baxın, alıcıları da var ha başının üstündə. Yaxınlaşaq görək bu Serato göydənmi düşüb, hardanmı gəlib, bazarda bir dənədir də yəni. Görə qiyməti nədir? Koreyadımı, haradımı, servisdimi? Yəni ki, lükü falan da var. Ha, polnu full deyəsən. Ya 2 motordur, ya 1.6 motordur. Dəyərli bu avtomobillə bağlı çox maraqlı suallar verirsiniz və bu avtomobillə bağlı hər kəs maraqlanır. İstədim, axtaram, tapam, nəhayət ki, axtardım, tapdım və bir dənə var bazarın lap sol qapıdan girəndə, darvazdan girəndə sol tərəfdə hissədə var bu avtomobil görürəm. Salam və bekar vaxtınız xeyir olsun. Deməli, qardaşlar, maşının sahibi burada yoxdur. Amma yandakı yoldaşlara deyib gedib qiymətini 1.6-dır, mühərriki 1.6. 16500 manata deyir. Bəli, servisdir. Koreyadan gələn maşın deyil. İli nədir dayı bunun? 12. Yürüşü nədir? Yürüşü. Bəli, 2012-ci ildir. Yürüşü də 300 mindir. Kia Cerato. Baxın. Kia Cerato. Bu avtomobillə bağlı, bu avtomobillə maraqlananlar çoxdur. 16500-ə deyir.
servisdir, fikir versiniz. Lükü və servislərdə var. Açarsız daxil olma. Bəli. 16.500-ə deyir qardaş. Deyir ki, bunun sahibi qoyub bura gedib və qiymətini deyib ki 16.500. Kia Cerato 16.500. Əslində yaxşı vəziyyətdəsin. 300 mindən çox bunu görür. 300 min deyir, amma görsənir ki 300 mindən biraz gedib artıq. Aşağı yuxarı tapmaq olar 16, 16 yarıma. Nə bilim, vermək olarmı bu ildəki maşını? Bəlkə də vermək olar, çünki bu maşın əməlli başlı bu maşın, daş döyən maşındır. Tanıdığım, yəni ki, dostum var, Vüsal Lalayev, o uzun müddət sürüb maşından. Yəni, bilirəm ki, bu maşın kifayət qədər dözümlü maşındır, yəni daş döyən maşındır deyərəm. Bəli, dəyərli izləyicilər, aşağı yuxarı dediyiniz maşınlarla, qiymətlərlə maraqlandım. Avtomobil bazarında böyük mühərrik soruşmağımı istəyirdi. X5, X6, BMW-lərdən söhbət gedir. O maşınlar yoxdur, görmədim. Yalnız bir dənə böyük mühərrik Range Rover çəkə bildim, 5 mühərrik. Toyota Pradoları göstərmək istədim. Qiymətlər aşağı yuxarı eynidir. Yəni 2008-ci il Toyota Pradolar 35 minə qədər olan Toyota Pradolar var. 2014-15 olan Polo full komplektasiya servis Toyota Pradolar var ki, yürüyüşü bir qədər az olan həmin avtomobillərin qiyməti 30-35 min dollardan başlayır. Belə, bazardayam, bazarı hələ də gəzirəm. Şanqandan tutmuş hər şeyi çəkib göstərə bildim sizə. İndi isə ümumilikdə bazarla bağlı apardığım bu, həm də çəkə-çəkə, qiymətlərlə maraqlana, alqı-satqı ilə maraqlana, bazara təhlil eləmişəm. Onunla da bağlı videonu axıra qədər izləyin. Şərhlərim olacaq, diqqətiniz bizdə olsun. Avtomobil bazarı ilə bağlı real vəziyyəti sizə təqdim edəcəm. Bu qiymət artımı nədir? Bunun səbəbi nədir? Niyə belə bir vəziyyət yaranıb bazarda? Bu nəyə gətirib çıxardacaq? Bu məqsəd yönlü şəkildə mi belə olur? Qiyməti bu vəziyyətdə dəyişən əsas real səbəbi sizə deyəcəm. Avtosazı izləmədə qalın. Axıra qədər bizə baxın. Mən sizə detallı məlumatlar çatdıracağam. Kanalımı bəyənin. Abunə olmayanlar da varsa xahiş edirəm abunə olsun. Dəhşət soyuqdur, dəyərli izləyicilər. Dəhşət, moroz əllərimi hiss eləmirəm. Təsəvvür edin ki, o qədər moroz var ki, şaxta var ki, yağış da yağır, külək də var, sazaq da var. Hələ səhərin erkən saatlarında dəhşət bir külək var idi bazarda. Yəni ki, hər kəs dolmuşdu maşının içərisinə. Yəni belə bir hava yoxdur. Yəni ki, bu havada səhər tezdən hamı elə bildi ki, heç kim gəlməyəcək, bazar olmayacaq, maşın olmayacaq, satan olmayacaq və s. və s. Amma 2025-ci ilin sonuncu bazarı da yağışlı da olsa, şaxtalı da olsa, ciddi külək də olsa, bu bazar həqiqətən də yaxşı bazar oldu. Alqı-satqı yaxşı oldu. Mən müşahidə elədim. Həqiqətən də alan da vardı, satan da var idi və bu vəziyyəti mən qiymətləri maraqlana soruşdum. Biraz öncə danışdığım qiymətlərlə bağlı verdiyim anonsa gələk. Bəli, qiymətlər artıq əvvəlki yerini alır. Alıbdı deyərdim. Yəni 18 minə qədər düşən maşın artıq əvvəlki dövrdəki o bahalığını yenə bahalığına qayıdıb. Yenə 23-24 minə o təklif olunur həmin maşınlar. Bazarda qiymətlər əl yandırır, od tutub yanır. Köhnə maşınların belə qiymətləri qalxıb kəllə çarxar. Yəni bu qiymətlərin belə bahalaşması mən bir neçə alqı-satqını, yəni alverçi deyək də, bir neçə avtomobil satanla maraqlandım ki, qardaşlar, indi başa düşürük, bunun səbəbi deyirlər ki, maşınları gəlməyəcək, bahalaşacaq, bu olacaq, insanlar maraq göstərəcək, ikinci ələ və s. Amma əslində mən fikrimi soruşsaz, mən şəxsən bu argumentlərə inanmıram. Bu hər il sonu belə olubdur. Yenə belə bir ajotaj yaranıbdır ki, bazarda aynə bu gələn ildən vəziyyət bərbad olacaq, bu olacaq. İnanırsınız, mən sizi tam əmin edirəm ki, qiymətlər süni qiymət artımıdır və bu süni qiymət artımı yəni heç bir effekt olmayacaq. Alqı-satqı yenə də aşağı yuxarı hara fırlatsan qiymətləri real alıcılar maşının qiymətini real qiymətinə endirib almağa çalışır və ümidvaram ki, bu süni qiymət artımı öz yerini tutacaq. Həmin o alverçilərin bir neçə alverçilərlə həm söhbət oldum. Onlar da deyirlər ki, qardaş, biz özümüz belə bir ajotaj yaradırıq ki, avtomobil gələn dəhşət olacaq, ala bilməyəcəksiniz, gəlin özünüz. İndi imkan düşmüşkən gəlin avtomobil alın və s. belə argumentlər deyirlər. Amma deyir ki, özümüz də belə zibilə düşürük. İndidən bunu deyirik, amma özümüz avtomobil alanda o yaratdığımız vəziyyətin təsiri altına düşürük. Nə bilim, görək nədir vəziyyət, amma qiymətlər indiki vəziyyətdə bahadır.
Bir çox avtomobillərlə maraqlandım. Daha doğrusu Hyundai Elantralarla maraqlandım. Hyundai Elantraların aşağı-yuxarı qiymətləri eynidir. Komplektasiyasına, avtomobilin vəziyyətinə görə həmin qiymətlər dəyişir. Bazarda vəziyyət belədir. Bizi izləmədə qalın. Mən çox soyuqdur, dayana bilmirəm. Getmək istəyirəm. 19-da da hər gün axşam saat 19-da kanalıma baxsaz görəcəksiniz ki, maraqlı bir video paylaşmışam. Kanalıma baxanlar bəyənsinlər, şərh yazsınlar, fikirlərinizi yazın. Sizdən gələn təklif də, irad da mənim üçün bəyəniləndir, mənim üçün xoşdur. Kanalımı da xahiş edirəm ki, abunə olmağı da unutmayın. Hələlik Avtosazın dəyərli izləyiciləri, özünüzə yaxşı baxın və qarşıdan gələn yeni il münasibətilə, Dünya Azərbaycanlıların Həmrəylik Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm və ümidvaram ki, 2026-cı ildə mən sizin qarşınıza daha maraqlı və daha keyfiyyətli, daha gözəl videolarla, daha bir-birindən maraqlı videolarla gələcəm. Bizi izləmədə qalın. Özünüzə yaxşı baxın.